Düz dedin, ey mənim bəndəm. Sənin bədənin, cismin dünyada olsa da, ruhun mənimlə idi. Sən hər vaxt mənim nəzarətim altında olmusan. Aşkar və pünhan işlərinin hamısından agaham. İndi məndən istə, sənə əta edim, məndən təmənna elə, sənə kəramət edim. Bu, mənim behiştimdir, sənin üçün hazırdır. Ora daxil ol və mənim qonşuluğumda sakin ol. Sonra ruh deyər, ey Allah, sən özünü mənə tanıtdırdın, mən də onun bu agahlıq və mərifətin nəticəsində sənin hər bir məxluqundan ehtiyacsız oldum. And olsun sənin izzət və cəlalına, əgər sənin razılığın mənim tikə-tikə doğranmağımda, yaxud 70 dəfə ən ağır və acınacaqlı yollarla öldürülməyimdə olsaydı, yenə də sənin razılığın mənim üçün hər şeydən sevimli olardı. Yəni bu əzab əziyyətlərə sənin razılığın yolunda dözməyə hazır olardım. Pərverdigara, mən özümlə necə məğrur ola bilərəm? Halbuki sən məni əzizləməsən, mən zəlil və xar olardım. Əgər mənə kömək eləməsən, mən məğlub olaram. Əgər məni gücləndirməsən, zəif və bacarıqsız olaram. Əgər məni sənə zikr deməklə diriltməsən, mən ölü olaram. Əgər sən eyiblərimi pərdələməsəydin, sənə qarşı etdiyim ilk günah vasitəsilə rüsvay olardım. Pərverdigara, mən necə sənin razılığını istəməyə bilərəm, halbuki mənim əqlimi kamil etdin, nəticədə səni tanıdım. Əmrləri nəhyələrdən, elmi nadanlıq və cəhalətdən, nuru zülmətdən seçib ayıra bildim. Allah onun cavabında buyurar, öz cəlal və izzətimə and olsun, səninlə özüm arasında heç bir vaxt pərdə qoymayacağım. Hər vaxt istəsən, mənim hüzuruma gələ bilərsən. Mənim öz dostlarımla olan rəftarım, bax belədir. Ey Əhməd, bilirsənmi hansı həyat daha şirin, hansı həyat daha əbədidir? Həzrəti Peyğəmbər ərz etdi, Pərverdigara, bilmirəm. Allah buyurdu, şirin həyat odur ki, öz sahibini mənə zikr etməkdən saxlamasın. Mənim neymətlərimi ona unutturmasın. Onun vasitəsilə mənim haqqım barəsində cahil olmasın və gecə-gündüz mənim razılığımı axtarsın. Əbədi həyat isə bundan ibarətdir ki, o həyatın sahibi yaxşı əməlləri özü üçün o qədər görsün ki, nəfsi xar və zəlil olsun. Məğrur və təkəbbürlü etməsin. Nəfsi onun gözündə kiçilsin, axirəti böyük və əzəmətli sansın. Mənim istəyimi özünün istəklərindən irəli salsın. Həmişə mənim razılığımı cəlb etmək fikrində olsun. Mənim əzəmətimin haqqını əzəmətlə yad etsin. Mənim ondan agah olduğumu xatırlasın. Gecə gündüzdə hər bir günah əməli ilə qarşılaşarkən,
məni nəzarətçi bilsin. Qəlbini acığım gələn bütün şeylərdən paklasın. Şeytanı və onun vəsvəsələrini düşmən tutsun. İblisin onun qəlbinə yol açaraq, ona hakim kəsilməsinə yol verməsin. Bəndə bu işləri görən zaman, mən onun qəlbində elə bir məhəbbət yerləşdirərəm ki, onun qəlbini özüm üçün qərar verərəm. Onun boş vaxtını, məşğuliyyətini, himmətini, danışığını mənim məhəbbət əhlim olan bəndələrimə əta etdiyim nemətlərdən qərar verərəm. Onun qəlbinin gözünün bəsirətini və qulaqlarını açaram ki, qəlbi ilə eşidib, mənim əzəmət və cəlalıma nəzər etsin. Dünyanı ona dar və dünyada olan bütün ləzzətləri onun nəzərində bəyənilməz edərəm. Çoban və qoyunlarını təhlükəli yerlərdə çəkindirib, uzaq saxladığı kimi, mən də onun dünyadan çəkindirərəm. Belə olan zaman, o cəmaatdan qaçar, fani dünyadan əbədi dünyaya, şeytanın evindən Rəhman Allahın evinə köçər. Ey Əhməd, mən onu heybət və əzəmətlə zinətləndirərəm. Şirin həyat və əbədi yaşayış, bax bundan ibarətdir. Bu məndən razı olan bəndələrin məqamıdır. Hər kəs mənim razılığım üçün əməl eləsə, onun vücudunda 3 xislət yaradaram. Ona elə şükür eləməyi öyrədərəm ki, heç vaxt ona cəhalət qarışmasın. Ona elə zikr öyrədərəm ki, heç vaxt unutqan olmasın. Onun qəlbində elə bir məhəbbət yerləşdirərəm ki, məxluqatın heç birinin məhəbbəti mənim məhəbbətimə qələbə çalmasın. O məni sevdiyi zaman, mən də onu sevərəm və onun başqalarının nəzərində sevimli edərəm. Onun qəlbinin gözünü öz cəlalımın nuruna açaram. Öz məxluqatımın xüsusiyyətlərini ondan gizli saxlamaram. Gecənin qaranlığında, gündüzün aydınlığında onunla elə münacat edərəm ki, məxluqlarla söhbətini kəssin, onlarla oturub durmasın. Mən öz kəlamımı və mələklərimin kəlamını ona eşitdirərəm. Məxluqlarımdan gizli saxladığım sirləri ona deyərəm. Ona elə bir həya libası geyindirərəm ki, bütün məxluqlar ondan həya edər. O, yer üzündə günahları bağışlanmış halda yol gedər. Onun qəlbini bəsirətli, tutumlu hər şeyi yadda saxlayan edərəm. Behişt və cəhənnəmdən heç nəyi ondan gizlətmərəm. Yəni onu elə bir hala salaram ki, sanki hər ikisini görür. Qiyamət günündə cəmaata baş verən qorxu və əzabın şiddətini ona tanıttıraram. Onun qəlbini elə bir halda saxlayaram ki, sanki qiyamət gününü görüb cəmaatın vəziyyətini müşahidə edir. Varlılar və fəqirlərdən, alimlər və cahillərdən necə hesab aldığımı görər. Mən onu özüm qəbirdə yatırdaram. Nəkir və münkəri onun yanına göndərərəm ki, ondan müəyyən suallar soruşsunlar. O ölümün qəm-qüssəsini, qəbir, ləhədin zülmətini və məhşərin hövlünü hiss eləməz. Sonra onun üçün öz mizanını quraram. Onun cavablarını aşkara çıxardıb, əməl kitabını sağ əlinə verərəm. Orada yazılanları açıq halda oxuyar. Sonra özümlə onun arasında heç bir vasitəçi qərar vermərəm. Mənim sevdiyim bəndələrin vəziyyəti bax budur.
ey Əhməd, həm qəmini, bir həm qəm dilini bir dil qərar ver. Bədənini həmişə diri saxla və heç vaxt qafil olma. Hər kəs məndən qafil olsa, onun harda həlak olmağı mənim üçün heç bir əhəmiyyət daşımır. Ey Əhməd, nə qədər ki, əqlini əldən verməmisən, ondan istifadə elə. Çünki hər kəs əqlindən istifadə eləsə, xəta və tuğyan eləməz. Ey Əhməd, bilirsənmi nəyə görə səni sair peyğəmbərlərdən üstün və fəzilətli eləmişəm? Həzrət Muhammed ərz etdi, xeyr, pərverdigara bilmirəm. Allah buyurdu, mən səni xilqət və gözəl əxlaqına, nəfsinin səxavətinə, məxluqlara qarşı rəhimli olduğuna görə sair peyğəmbərlərdən üstün etmişəm. Yerin dayaqları da yalnız ilahi şəxsiyyətlər bu sifətlərə görə dayaq olur. Ey Əhməd, həqiqətən, əgər bəndənin qarnı ac olsa və dilini haram və əbəs söhbətlərdən qoruyub saxlasa, mən ona hikmət öyrədərəm. Əgər bu bəndə kafir olmuş olsa, hikməti onun əleyhinə tamam olar və onun üçün böyük bəla sayılar. Əgər o şəxs mömin olmuş olsa, hikməti onun üçün nur, bürhan, şəfa və rəhmət olar. Həmişə onu iman yolunda saxlayar. Əvvəlcə bilmədiyi şeyləri bilər, əvvəlcə görmədiyi şeyləri görər. Ona göstərdiyim ilk şey nəfsinin eybləridir. Bunları ona tanıtdıraram. O həmin eyblərə məşğul olaraq, onları islah etmək fikrində olmaq səbəbilə başqalarının eyblərini axtarmaqdan uzaq olar. Ona elmin dəqiqlərini öyrədərəm ki, şeytan ona hakim kəsilə bilməsin. Ey Əhməd, mənim yanımda heç bir ibadət, oruç tutmaqdan və sükut etməkdən sevimli deyil. Hər kəs oruç tutsa, lakin dilini qorumasa, o şəxsə bənzəyər ki, namaz üçün ayağa qalxıb, namazında bir şey oxumasın. Mən ona namazın savabını deyil, yalnız ayağa durmasının savabını verərəm. Ey Əhməd, bilirsənmi bəndə nə vaxt həqiqi abid olar? Həzrəti Peyğəmbər ərz etdi, xeyr, bilmirəm pərverdigara. Allah buyurdu, o vaxt abid olar ki, onda 7 xislət cəm olsun. Onu haramlardan saxlayan təqva, onu faydasız və yaxud zərərli sözlər danışmaqdan saxlayan sükut, hər gün ağlamağını artıran xof, xəlvətdə məndən çəkinməsinə səbəb olan həyat üçün yalnız zəruri şeyləri yemək, dünyanı mənim onu düşmən tutduğum üçün düşmən tutmaq, yaxşı insanları mənim sevdiyim üçün sevmək. Ey Əhməd, hər kəs mən Allahı sevərəm desə, mənim dostum hesab olunmaz. Yalnız o vaxt dostum hesab olunar ki, az ruziyə qənaətlənsin, az libas geysin və səcdə halında yatsın. Yəni səcdələri o qədər uzun olsun ki, ixtiyarsız olaraq səcdədə yuxuya getsin və namazda qiyamını uzatsın, sükut eləməyi özünə vacib bilsin, mənə təvəkkül etsin, çox ağlasın, az gülsün, həvai nəfsi ilə müxalifət eləsin, məscidi, öz evi, elmi özünün dostu qərar versin.
zöhd ilə dünyaya bağlı olmamaq musahib olsun. Alimləri dost, fəqirləri rəfiq seçsin. Mənim razılığımı axtarsın, günahkarlardan qaçsın, mənə zikr deməklə məşğul olsun, əhdlərinə vəfa etsin. Qəlbi pak, namazda pakizə olsun. Öz vacib əməllərini yerinə yetirməkdə ciddiyyət göstərib çalışsın. Mənim dərgahımda olan savablara rəğbətli olsun. Mənim əzabımdan qorxsun, mənim dostlarımla oturub dursun və onlara yaxın olsun. Ey Əhməd! Əgər bir bəndə asiman və yer əhlinin namazı qədər namaz qılsa, asiman və yer əhlinin orucu qədər oruc tutsa və mələikələr kimi təamdan uzaq olub, çılpaq şəxslər kimi libas geyinsə, lakin mən onun qəlbində zərrə qədər dünya məhəbbəti görsəm, yaxud o şəxs bu xislətlərlə məşhur olmaq istəsə və yaxud rəyasət üçün bu işləri görsə, yaxud dünya bərbəzəklərinə məhəbbəti olsa, o heç vaxt mənim behiştimdə mənimlə qonşu olmayacaq və öz məhəbbətimi onun qəlbindən çıxardaram. Mənim salam və bərəkətim sənə olsun.